Mən desəm ki, istənilən halda bir-bir cavablandıracağım. Birinci mövzumuz marketlərdə olan kərə yağının nə qədər kərə yağı olub-olmamaqdır. Əgər bir kərə yağına ümumiyyətlə Y kodları əlavə olunursa, bir kərə yağın, əsl kərə yağın qalma müddəti soyuducuda 7-8 gündür. Yəni acıyır. Bakteriyalar inkişaf edir, acır. Əgər bir kərə yağın tərkib hissəsinə Y kodu 470, 71, 322 və ya 160 vurulursa, vitrində uzun müddət qalması üçün, bakteriyanın inkişafı olmasın, rəngi sarı olsun, deformasiyaya uğramasın, bu artıq kərə yağı deyildir. Bu nədir? Çünki bu artıq kərə yağın, əsl kərə yağdan dəyişik bir hala salır. Yəni 6 ay soyuducuda, plusda, yəni 4 dərəcədə necə qala bilər bir kərə yağı? Yəni ən aktual məsələ budur ki, bugün vitrində olan kərə yağları biz istənilən halda əsl kərə yağından söhbət gedə bilməz. Biraz əvvəl müəllim qeyd elədi. Biz o yağlara kərə yağı deyə bilmərik. Deyə bilmərik. Nə yağı deyəcəyik onlara? Yəni tərkib hissəsi dəyişilmişdir. Yəni o əvvəla olaraq mənim təşrifim, yəni bütün vətəndaşlara buradan odur ki, az miqdar üstünə yazılır. Məsələn, 100% kərə yağı. Tərkibində nə ola bilər? Süd, 82% də yağlı süd turşularıdır və 16% digər süd turşularıdır. Bu yağ tərkibində olanlar, necə ki, kənddə hamı edir və ya evlərdə də, şəhərdə də əridirlər, tortası çıxır, azalır və kütlə olur. Qram-qram yığılır. Bəli, məsələ budur. Əgər bunun tərkib hissəsində rəngi sarıdırsa, bıçaqla götürəndə belə qaymaq kimi olursa, çünki əsl kərə yağı elə olmur. Ümumiyyətlə etmək, o rəngdə də olmur. Dadlandırıcı vurulubsa, şirin, qəşəng, xoş dad gəlirsə, vitrində uzun müddət qalırsa, çünki buna vurulan Y kodları o yüzden vurulur ki, orada bakteriyaların inkişafı dondurulur. Və bu da uzun müddətli qalır. Əgər bu acısa 7 gün, 8 gün içində əsl kərə yağı nə olur? Acı dad verir və xamanın özü də təmiz olanda eyni qaydadır. Bu bir məsələ olaraq, ümumiyyətlə marketdə mən məsələn, və ya elə balaca yazılır ki, mən buradan xüsusən də qida təhlükəsizliyi agentliyi olsun, laboratoriyalar olsun, mən onlara səslənirəm buradan, elə üz-üzə. Deyirəm ki, siz yazırsınız ki, 100% kərə yağı. Tərkib hissələrini bitki tərkibli altda yazılmalı deyil də, bitkinin adı yazılmalıdır. Bu, palmal bitkisidir, günəbaxan bitkisidir, nə bitkisi? Və o hansı bitkidən söhbət gedə bilər? Və əgər kərə yağı yazılıbsa üstündə, bunun tərkibində olan bu kodlar necə ola bilər? Və ya, buyur, nəsə? Əgər kodlara baxaraq alacaqsa, o zaman biz bugün kodu vururlar ki, üstünə. Vitrinlərdən yağ tapa bilməyəcəyik. Hamısının ən azı 4 ay istifadə müddəti var. Bax, belə bir şey qeyd edə bilərəm. Sigaret zərərlidir. Üstündə yazıb zərərlidir. Çəkən yoxdurmu? Çəkir. Yazılsın da üstündə və insan oxuya biləcəyi şəkildə lupanı mən götürdüm, marketə girəm, böyüdürəm. Halbuki onu icazə verirəm, bugünkü gündə akta icazə verirsə, şrifləri elə yazılmalıdır ki, bu insan bunu oxuya bilsin. Özü bilər, imkanı yoxdur, 4 manatlıq yağ alacaq. İmkanı var, 40 manatlıq alacaq. Bu artıq insanın öz seçimidir. Və bugünkü gündə ürək-damar xəstəliklərin yaranması və s. bu kimi xəstəliklərin yaranması səbəbin biri də budur. Və biz özümüz şərait yaradırıq ki, kütləvi şəkildə, yəni hansı ki bir məhsullar deyil, bu indi məsələn biraz əvvəl bir məsələ vardı ki, əvvəl mən süd alıb istehsal edəndə düzgün yağ istehsal edə bilirdi. Artıq iynələr o qədər vurulub heyvanlara da ki, mutasiya uğrayıb süd. Və digər inəklərin, fermer inəklərinə söhbət gedir. Mən yerli yağı deyirəm belə. Ona da o qədər yağ olsun deyə xüsusi maddələr yedizdirlər. 6% yağlılıq verir. Halbuki ən güclü yağ verən camışdırsa, o 6% verir. İnək maksimum 3% verər, 3,5% verər. Və bunun özü də bir oyuna denk gəlibdir. Məsələ burada və yenə də nə olursa olsun, istənilən halda, ev şəraitində, isti suda, soyuq suda mən də yoxlamışım. Ondan dəqiq tapmaq olmur. Həmin o yağı mən özüm şahid olmuşum, çəkilişi icazə vermədilər. Və bunu da dövlət orqanlar ki deyirik və yaxşı da görürlər.
ki 36 manata 7 kiloluq, 10 kiloluq qaymaq satılır. Və bunun kilosu 7 manatdır. 10 manata yağ satılır. Güya ki, kərə yağıdır. Və bir belə palma yağı alınır. Südü temperaturu 80 dərəcəyə qaldırırlar. Yağı karıbqana tökürlər həmin südün içinə. Qaymaq alırlar və açıq satışda da var. Mən bir neçə dəfə zəng vurmuşam ki, sizin yağı mən onlar alım, sizinlə bircə gedək laboratoriya atqaz eləyiblər. Yağ istehsal edən həmin o şirkətlərə. Bəli, və həmçinin bugünkü gündə mən gedib şirkətin bəli qanun vericiliyə görə mən o loqasını göstərə bilmirəm axı ki, bu yağı aldım, bu saxtadır. Amma qanuna görə bu bildiyin insanlar zəhərləyirlər. Kərə yağı niyə yazılmalıdır? 100% təbii, bio niyə yazılmalıdır əgər olmadığı halda? Və bu yağı da insanlar bəhbəhlə alırlar və o damaq zövqü, damaq dadı o qədər korlanıb ki insanlarda. Yəni əsl kərə yağı olanda deyirlər ki, yox, bundan qəşəng dad Gülbaz bəy, bəs bax, həmin firmalara zəng vurursunuz. Aidiyyəti qurumları necə? Bununla bağlı müraciətiniz aidiyyəti qurum məndən yaxşı bilir. Niyə mən aidiyyəti qurum, mən 3 kilo bir şey satanda dərhal gəlirlər ki, bunun sənəti var, əvvəla sertifikatı verən, yoxlayan kimdir? Kimdir? Sertifikat verən, yoxlayan kimdir? Özləri verir, özləri də onaylar, o vitrindədir. Vitrinə gedən məhsul kim yoxladı? Gəlib gedək, mən o yoxlayan kimdirsə, razıyam. Bax, bugün verilişdir, sabah gedək, mən vitrindən topluyum, mən ispat edeyim laboratoriyada, X laboratoriya aparım, yoxlayım, tərkibinə üst-üstə gəlmir. Özüm yoxlatdırmışam. 118 manatlı laboratoriya. Bir vətəndaş 50 manatlıq yağ arsa 118 manatlıq nətər laboratoriya versin?